Əziz izləyiciləri, xoş gəlmisiniz. Minecraft Survival 1.12.2-yə xoş gəldiniz. Bugün sizlərlə survival, yəni hayatta qalma videosu çəkəcəyik. New World. İndi oynadığım indi o pulsuz oynayacağım, ona görə biraz xətalar ola bilər. İndi oynadığım oyunun linkini, adını və s. hər şeyini açıqlamaya qoyacağam. Ya oradan da baxa bilərsiniz. Dünyamızın adı nə olsun? Geçen baktım bence. Arkadan biraz ses gelse özür istəyirəm. Yəni kusura bakmayın. Biraz aile evində çəkəm mən bu videoyu. Seed yani tohum. 1 5 2 5 3 5 4 5 6 5 7 5 8 5 yok 8 5 9 5 15 Göreyim ne çıkar. Aha. Neydi ha? İndi bu oynayacağım oyuna güncəlləmə gəlir və inkişaf edib. WASD space yaxşı. EDN montaj. Yaxşı. Lan buradan ne tər çıxım ha? Ay qaqa. Ayda ne tər çıxacağım mən buradan? Neyse. Devam edelim. Oo. Geçen neyse geçen bir yerde başladık. Geçen bir saymaz. Ben bu oyunu düzüydü en sevdiğim oyundu. Tarla açılmasında var mesela. Left click yani sağ click. Nasıl yakır? Dediğim gibi bu dünyanın adı Əlinin krallığıdır. Ben Əlinin krallığı deyiriksə, onda biz qəşəng bir nə qoymalıyıq? Bax, krallıq üçün bizə 3 şey lazımdır. Birincisi bayraq, ikincisi bir dənə qala, üçüncüsü də bizə dəmir zırh lazımdır. Full dəmir zırh lazımdır. Onun üçün qəzməsə başlayaq. Gəlin. Deyəcəm. Bəli dostlar, tam 15 dənə odun topladım. İndi isə bir də yer seçsək, qəşəng bir dənə mədən çıxsa qəşəng olar. Baxın, burada ola bilər. Hoppa. Bura təkcə şeydir yoxsa? Sən zarafat eləyirsən. Oha. Bir dəqiqə. Sən zarafat eləyirsən. Oha. Bu çox qəşəng oldu. Mən bu ağacları çox sevirəm. Çox qəribə idi. Neysə. Mən buranı çox sevdim. Bəlkə krallığı burada da qura bilərik, amma İndilik çox hələ görünmür.
Neyse, biraz daha keşif edeyim. Sevindim buna çıkmasına. Ha, atlar var. Ve çok garip diyorlar. Böyle. Başa. Neyse, o domuz ve çok geçenç. İndi crafting table. Domuzların seslerine bakın. Yemeği de bura koyarsak. Hayda. What the hell dostum, bu garipti. Neyse, indi biz bir tane kazma eləyik, sonra daş əşyalar, daş balıqlarını kazma eləyik. Bugünkü bu oyundakı məqsədim nədir deyə soruşursanız, bugünkü məqsədim balaca bir ev eləmək. Və biraz mədəndə hoppa, dəniz, daş, dərin mağara, kömür. Çok qəşəng, çok qəşəng. Ben sizden bir şey diyeceğim. Size bir şey diyeceğim daha doğrusu. Şərhlərə yazın ki, videolarımı bəyənirsiniz, bəyənmirsiniz. İndi 10 abone olmuşum. Sizi təşəkkür videosu da gələcək. Onun üçün hazırda çalışıram. Minecraft'ta da böyük bir inkişaf gəlir. Yəni sizə əsas sualım budur ki, siz bu videodan zövq alırsınızmı? Bu videolar 10 üzərindən bal versus neçə verəsiniz? Onlara bir daha şərhə yazsanız mən sevinərəm. Çünki yəni abunəçilərimin nə sevdiyini görmək istəyirəm. Və orada bir dəqiqə, bir daha gəldim. Yəni deyirdim ki, mən abunəçilərimin bu videolardan zövq alıb almadığını görmək istəyirəm. Ya bunlar şərhlərdə göstərsə sevinərəm. Bunu qırağa çəkir. Ocağımız. Dəmirləri də alıb böyle neçədən çıxacaq. Oyunun botunda bu qədər sürətli inkişaf etmək çox qəşəng bir şeydir. 1, 5, 6 tane dəmir. Bir dənə balta, bir dənə də qazma eləyə bilərik. Daha da dərinə gedək. Məncə bəli. Arxadan ses gəlsə yenə deyirəm, özür istəyirəm. Qısa bir mədəndən gəlirəm. Dostlar, burada kömür tapmışdım, mədənə gəldim. Kömür tapmışdım, tam altında dəmir çıxdı. Bəxtim gətirib bugün. Nəsə bugün çox bəxtim gətirib. İndi sizə bunca dəmir tapdığımı dedim. Burada da çıxdı. Çox bəxtliyəm. Məncə daha çox olur. Balaca bir mədəndən sonra gəldik. Balaca deyirəm, 17 kömür, 24 daş, 129 dəmir. Çok qəşəng, çok qəşəng. Bərəkətli bir. Belə deyək. İndi bizə yataq lazımdır. Ancaq belə bir şey var. Koyun çox azdır burada, yoxdur. Yoxdur desəm yeridir valla, baxın.
şey olmaz. Bax. Yoxdur. Çıxışı uyda. Diqqətli olaq. Bu atlardan birini əhəlləşdirsəm çox qəşəngdir və buralar çox bərəkətli olur. Açıq kimi gör, bəli. Amma mən sizə yalan deməyəm, buralar zarafatsız çox bərəkətli olur. Hətta bəzilərində bu çox vaxt çöldə olur. Bəzilərində şey də olur, çöldə belə yerlər tapsınız, mütləq baxın çünki orada mineshaft çıxır, materialların unutulur. Hoppa! Bu bizim maden azad idi. Qaqaş maden idi. Ay! Da. Ben hara geldim? Ayda. Arkadaki sesler sinir ederim, özür dilerim. Çok pis oldu bu. Yok. Dostlar ben bir daha buradan çıkıp biraz da sakitliğini yerleyeceğim. Dostlar oradan çıktım ve geldim yazıma. 9'da 1. Demir kazmamız çok geçen, sevindim. Baltamız. Onun adı yadımdan çıktı diye. Ayakkabılarımız. Neyse çatır. Bəli, çatdı. Orada 6. Bunlar 7 olur. Savurda. 7. Yox olmur. Biz biraz daha bədərə getmə, amma indi gedə bilmirik. Bu pis xəbərdir. Kazmamız saat 9. Bunu bu olmazsa olmaz da. Ben Sheffield gel kalkalım. Uşaq vaxtı bu oyunu oynayanda o vaxt kompüter var. O vaxt kompüter var idi. Ben bilmirdim ki sağdı, soldu. Shift'e basırdı olmurdu. Ben de dəli olmuşdum ki oynadı olmur axı. Sonralar öyrəndim. Əslində kompüterdə deyil, laptopdu. Ona görə də rahatçılıq yaşadım. Yoxsa kompüter olsaydı, yanında kasa və s. olsaydı, onda şey olur, shift'e basardı direkt olur. Səslər ben biraz rahatsızlar Geldi bana. Senin arayacağın işin ben içine tükün. Hasta ya bana hasta. Uf. Orada gelmiştim. Yok. Ayda. 2 dakika içinde olan oldu. Of. Yani başladı. Geldim dostlar, aşağılara görebilirsiniz. Aşağıları aldım ancak şey oldu. Ben geç geldiğim için indi çok uzaklara geldim.
Çox uzaqlara gəldim. Ondan əlavə əşyalar Minecraft'ı bilirsiniz. Yerə düşəndə 5 dəqiqədən sonra itir. Mən də bəzi əşyalarımı 5 dəqiqədən gec tapdım. Yəni indi belədir vəziyyət. Kəşfdəyəm mən. Abone olup like atmayı unutmayın bu arada. Mesela bir de en sevdiğiniz mahnede yorumlara yazarsınız. Buradan mən zəhləm gedirəm buradan qardaş. Həm çox böyük olur, havası olmur, dar olur. Bu da mənlik deyil. Devam edək yolumuza. Oyda. Bəlkə bura bizim kəndimiz olsun. Yox ya. Yox, mən sıfırdan gələcəm. Əşyalarım var. Çox ses oldu, çox ses. Kəndi yağmalayıb gəlirəm. Minecraft'da böyle şey var. Noktalara bakın. Qəribə. Görək dəmirçidən nə çıxır. Ya Allah. Ops. Bir balaca bir yağma var. Tamam kakam. Neyse atsın. Evet, bir şey olmaz falan. Oba, sen de güzel tutuyorsun. Sizin ikiniz de sevmediğim Generator arayabilir ya aslında karaları ya. İyi de var. Bunları kendi de yağmalamışam. Geçirmek istedim. Onca Aga sizde market yok. Market değil. Sizde yatak yok. Adam kasıpçılıktan sıkıntılar çıkıyor. Ot bitir. Yoktu bunlarda yatak. Derse de var. Oy işte o. Bu be. Onu biraz da boş olabilir. Çok sakit bir oyun. Korktum abi. Çok sakit oydu bu. Yani o ben kimler üstünden sakit evvelime. Ve oyun demişken Rubicon 1.4 inkişafı bir zamanında gelir ama de arka koyun az sistemi diye. Oha. Deməli çoxlu sürümlərdə belə imiş sistem. Nəsə videocu 19 dəqiqə olur, olmaz belə iş mən gələcəm. İndirik belə bir balaca bir yer elədim. Necə işimi görər.
Ama öyle bir koyayım ortaya. Neyse. Şimdi gecenin geçmesini gözleyeceğiz. Çok geçeydi. Let's go. Oyda. Sen oradan geldin ya, bataklık değil axı. Sen burada gelməməlisin, var. Neyse, saygılar. Estağfurullah, garip şeyler yaşar dostlar. Tık 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 evet. Oyda, Allah seni cezalı belanı. Oyda, kaç. Gelme. Aa, üte bakayım. Gelmedi. Ayda. Yok. Ayda. Ya eşyalar da gitti. Ayda. Ay ne pis oldu bu. Neyse. Balaca biz ev ve daş eşyalar eləyib gəlirəm. Ali'nin krallığı kurulmuştur. Başlıyoruz kazanma kürek çapak alaca bir başlarda şeyler kara koyunları kesin kara koyunları kesin kara koyunları zindanlı kara koyunları bu iki baylarda bence o kadar da kısa olmadı en iyisi bölümde daha başarılı olsun. Abone olup like atmayı unutmayın. Abone olup like atmayı unutmayın. Görüşürüz.